gözəl, mübarək aylardan ki, aylarımızdan biri başlamışdır, Rəcəb ayı. Rəcəb ayı haqqdadır. Bilirsiniz ki, Rəcəb ayı daxil olubdur. Rəcəb sözünün mənası sakitlikdir. Daha da sakitlik, aramlıqdır. Bilməyinizi istəyirəm ki, İslama qədər də aylar olub, Şaban olub, Ramazan olub, Rəcəb olub, Məhərrəm olub. Yəni bu aylar hamısı İslama qədər olub. Sadəcə olaraq İslama qədərki cəmiyyət fərqli bir cəmiyyət olur, Peyğəmbərə qədərki cəmiyyət. Ona görə də müharibələr, başqa pis işlər, yəni günün, saatın, ayın fərq eləməzdi, olmazdı. Ancaq Peyğəmbər əleyhissalamımızın gəlişi ilə bağlı oldu. Sonraki bu aylar ki bizə izah olundu, bizə gəldi ki, bu ayın ehtiramını saxlamaq lazımdır. Bu ay haram aylardır. Ümumən Quranda 4 ayın adı keçir, haram ay kimi, adı keçirir, işarə olunur. Onlardan da biri də elə bu Rəcəb ayıdır ki, haram aylar sözündəndir, haram aylar sırasındandır. Haram yəni ehtiram mənasındadır. Yəni dayanmaq, düz aram adı sakitlikdir. Aram-aram, ehtiyatla, ehtiramla bu ayda olmaq lazımdır. Rəcəb ayı başqa gözəl aylarımız kimi əməllərlə boldur, əməlləri çoxdur. Məsələn, qüsul almaq Rəcəb ayının niyyəti ilə qüsul alırıq. Öz namazı var, sağlam ol, məxsusi namazı var. Quran oxumaq, oxuya bilmiriksə Quranı dinləmək, oxuyana qulaq asmaq. Dualar çox eləmək, dualarımızı çoxaltmalıyıq, zikirlərimizi çoxaltmalıyıq. İstiğfar gözəldir, bu ayda bəyənilir ki, Əstəğfirullah Rabbi və atubu ileyh kəlməsi daha çox. Bizim öz dilimizdə də olar ki, ilahi pərverdigər, səndən bağışlanmaq diləyirəm və sənin yoluna dönüş edirəm. Yəni, bunun özü gözəldir. Daha çox bəyənilir Peyğəmbərə salavat demək bu ayda. Hər gün, hər an, hər saat boş durubsuz, uzanıbsız, oturubsuz, hər halda çox gözəldir, çox dəyərlidir. Sədəqə vermək bəyənilən əməllərdəndir. Orucu var. Çox gözəl olar ki, həftənin müəyyən günləri, 6-cı gündür, 4-cü gündür, cümə günüdür. Yəni, ayın əvvəlində, ortasında, axırında oruç tuta bilə insan çox gözəldir. Çox bəyənilən əməllərdən və tövsiyə edilən əməllərdəndir.